bir Tatar, Azer bir boydur. Kara Kalpak, Kırgız, Kazak bunlar bir soydur. Məsafənin uzaqlığı millətlərin bir-birindən ayrı düşməsinə, təcrid olunmasına dəlalət eləyən səbəb deyil. İllah da eyni kökdən, eyni soydan olan millət olar. İraq türkmanları ilə Azərbaycanlılar kimi. Dil eyni, mədəniyyət eyni, düşüncə eyni, folklor eyni, mənəvi bağlılıqlar eyni. Təbiidir ki, bir doğmalıq hər bir Azərbaycanlının, hər bir türkmanın canına, qanına işləyir. Bu doğmalığı da yaradan, mənəviyyatı bir-birinə çalaq eləyən böyük fədakar insanlar var. Bunlardan biri də ustadımız, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevdir. Ömrünün 65 ilini İraq türkmənləri və Azərbaycan əlaqələrinə həsr eləyir. Çox gözəl folklor nümunələri gətirib çap eləyir. Füzulinin qəbrini ziyarət eləyiblər. Bizim üçün ortaq şairləri arayıb araşdırıblar. Bu mənada şəxsiyyətin, fərdin rolu danılmazdır. Təbii burada taleyini də qeyd eləmək lazımdır. Qəzənfər müəllim, xoş gördük sizi. Hoş gördük əzizim. Nə yaxşı ki, tək deyilsiniz burada. O mənada ki, İraq türkmanları qonaq gəlib. Nəsimi festivalına bağlı qonağınız olub burada. Gözəl söhbətlər elədiniz, gözəl danışıqlar elədiniz. Onlarla müsahibə götürdük. Çox maraqlıdır ki, İraq türkmanlarından söhbət düşəndə birinci dillərinə gələn imza, daha çox o türkmanlarla bağlı imza sizi göstərirlər. Talih deyilən şeyə inanırsınızmı? Talih necə saldı yolunuzu İraqa, İraq türkmanlarına? Bu çox maraqlı oldu. Buyurun. Yaxşı ki bu sualı verdiniz. 2 nəfər dostumla enstitü bitirəndə bizi xarica göndərməyə hazırladılar. Bizi İndoneziya göndərdilər. Lakin bir gün Milli Kitabxanada, Axundobudda Kitabxanada bizim Düyərli kəndi var. Yaxşı tanıyıram. Orada bir Dəmirli, Davud Dəmirli. Dedi, Qəzənfər müəllim, Rəsul Rızanın Azərbaycan jurnalında məqaləsi çıxıb. Uzaq elləri, yaxın töhfələri. Yazır ki, orada bizim dilimizdə danışan xalq var. Soydaşlarımız da hətta. Tez qaçdım, məqaləni oxudum. Məqaləni oxuyan kimi qaçdım instituta. Oradan göndərdilər instituta ki, məni İraqa göndərsinlər. Bax, talih budur. Və əvvəlini də deyim ki, sizə, mən çox inanıram ona ki, bir yandan bağlayan fələk, bir yandan açır. Təbii. Uşaqlıqda atam, biz balacaydıq, atam əskərliyə apardılar. Əskərlikdən sağ-salamat qaydandan sonra dedilər, Stalin əmridir kişilər, getməlidir Türkmenistan'da neft dağ, orada neft çıxır, kömək eləməlidirlər. Kişi yox idi. Atam getdi ora, anam da rəhmətə getdi. Anam rəhmətə gedəndə, atam getdi onu müharibədə xilas edən bir qadını gətirdi. Oldu mənim analığım. Anan rəhmətə getmişdi. Anam rəhmətə getmişdi. Və mən rus dilini evdə öyrəndim. Nə gözəl. Mən hələ kənddəykən rus dilini öyrəndim. Və gəldim, institutda oxudum. Mənim böyük üstünlüyüm orada oldu ki, həm dili öyrəndim, İngilis dilini, eyni zamanda da rus dilini bildim. Və məni böyük məmnuniyyətlə istədiyim yerə göndərdilər. Mən onda İraqa getdim. Burada Rəsul Rızanın böyük rolu oldu. Olmuşdu 61-ci ildə. Sən işə bax ki, 68-ci ildə Rəsul Rızanla mənim bir yerdə Kərköy Bəyataları kitabım çıxdı. O böyük şəxsiyyət mənim yoluma işıq tutdu. Şəmsəddin bəy, maşallah cavan oğlanı oxşuyorsunuz. İsminizi təkrar edirəm, Şəmsəddin Kürzəçi. Bu təxəllüs yəqin Kürzəçi, ya nəsil soyadıdır.
Bunu bir qədər açıqlayardınız ilk öncə tamaşaçımıza. Öncelikle bütün Azerbaycan tamaşacılarına, sizin televizyon tamaşacılarına, Irak Türkmenlerinin, Irak Azerbaycanlıların adına çok teşekkür ederiz. Buradan hepsine sevgilerimizi, muhabbetlerimizi takdim ederiz. Güzelçi, Irak Türkmenlerinin içerisinde büyük bir aşirettiler. Güzel kelimesi Fuzuli'nin de su kasidesinde geçmiştir. Öyle zikredilmiştir. Benim annem Abdülvahid Güzelçi, Kerkük türkülerini hem Kerkük'te hem Türkiye'de hem de Azerbaycan'da tetkikatını yapıp, okuyup, ifasını yapıp ve meşhur manilerinden de Sinan Said'in burada okuduğu evlerden önü yonca yonca kalkıptan boyunca dinle yarım dinle, o benim annemin manisidir. Abdülvahid Güzelçi'nin O manisidir. bəstəliyib. O Yazıb həm də bəstəliyib. kaynak kişi odur. Kaynak kişi Haydi. Abdülvahid. Ondan sonra Sinan Said buraya gelende getirip özünün Nermine Mehmedova'yla Çox gözəl düeti ortaya çıxır. düeti çıkardık. Abdülvahid Güzelçi annem Kerkük'ün önde gelen mugallilerden Bağdat Türkmenca Radyosu'nun ilk manisi orada okurum. Ayrıca Azerbaycan'la Abdülvahid Güzelçi'nin Ata Terzibaşı'nın alakalarının temelini onlar attı Kerkük'te. Aha. Şakir Sabir Zabit olsun, Ata Terzibaşı olsun. Bu taraftan Azerbaycan'a Resul Ruz olsun, Bahtiyar Vahapzade, Kasımzade. Ondan sonra Gazanfer Müəllim 62'de gedib 65'te dönüp, bir de 72'de gedib 75'te dönüp, döndükten sonra 6 İldizli Fırat sahillerinde kitabını koyup, bunlar edebi medeni alakaların başlangıcıdır. Biz de onların devamı olarak 2000'den itibaren biz devraldık bu işi. 25 yıldır bu edebi medeni alakalarını hem Kerkük'te hem Türkiye'de hem Azerbaycan'da hem de Türk dünyası bölgelerinde yaymaya çalışırıq. Ve benim yolum hem müşerrevan oldu, açık oldu çünkü Resulüze her adama nereyi verirdi. Ondan sonra ben işlemeye başladım ve o devirden indiye kadar ben bir gün olsun ki Irak Türkmenlerinden hayalan ayrılmamışım. Hemşe onlardanım. Bakın ne görürsünüz, şimdi 3 nefer gelipler. Bəli. Mənlə bir yerdədirlər və görürsə onların dilləri də Azərbaycan dilləri. Çox doğma. Rəmmi, Çox mən doğma. bir neçə istəyirəm bayatı deyən, Aha. siz də görəsiniz ki, bir dənə fərqli söz yoxdur. Necə dağlar, qarşıda necə dağlar, yetim yanağı bilir, göz yaşı necə dağlar. Bir daş atar, bir kireç bir daş atar. Terezin eğlende her gelen bir daş atar. Siz bakın, derinliğe bak. Arzular gider, Gamber arzular gider. Arzu Gamber dastanı var. Çok meşhur. Bəli. Arzular gider, Gamber arzular gider. Mesleme ya dördegin, vətən arzular gider. Siz görün, ekme bitmeyen yere, can veritmeyen yere, ayaklar nece varsın, könül gitmeyen yere. Bak bu Türkmenlerdir. Ve onların Azerbaycan'la bağlı bayatıları var. Bağdat yolu gencedir, gülü pence pencedir. Deme sizden Irak'ız.
Məhəbbət ölüncədir, bu sevdi ölüncədir. Əslim Qarabağlıdır, sinəm Çarpaz dağlıdır. Kəsilib gedib gələn yoxsa yollar bağlıdır. Ben Necat Kevseroğlu, araştırmacı yazar. Bunun yanında da Türkmeneli gazetesi ve aynı zamanda Türkmeneli Edebiyat ve Sanat dergisinin baş yazarı. Bunun yanında da ben Kerkük hakkında ve Türkmen toplumu hakkında 28 kitap yazmışım. Kerkük tarihi, aynı zamanda da Türkmen medeniyet tarihi ve tüm bunun yanında da Irak Türkmenleri ve Azerbaycan kültür medeniyet ilişkileri hakkında da geldiğimiz zaman güzelim Azerbaycan'da gördüklerimi, izlemizlerimi tümünü kaleme alıp yazmıştık. Gazetemizde ve dergimizde kitaplaştırmıştık aynı zamanda. Bunun yanında da geçenlerde bizim büyük önderimiz Haydar Aliyev'in dediği gibi Irak Türkleri ve Azerbaycan Türkleri, Suriye Türkleri bir bütünün parçalarıdır. Onun için bizim dilimizin kökü aynı zamanda Azerbaycan dilinin kökü. Bunun için bizim danıştığımız dil, lehçe aynen Azerbaycan dilidir. Geçenlerde bizi gidip azad olan Karabağ, güzelim Karabağ bölgelerini gezdik. Orada izlemimizi gördük ki orada olan mazalimler, o güzel topraklarımız azad olan yerleri gezdik. Onu da ben şimdi elimde bir kitap yapmaktayım. Azerbaycan devleti orada güzel mimar Ermenilerin kırıp töktüğü bölgeleri çok güzelcesine okullar, binalar, mahalleler yapmaktadır, evler yapmaktadır. Qəzənfər Paşayevlə növbəti bir ədəbi əlaqələrlə bağlı veriliş eləyə fikrinə düşəndə, zəng eləyəndə, telefon açanda dedi ki, elə mənim İraq türkmanlarından 3 nəfər qonağım var. Başım bir qədər onlara qarışıqdır. Dedim ki, ustadı mehribanım, sən o qonaqları təcrid eləmə özünlə. Elə onların hamısını yığ, dördünüzü də bir yerdə çəkək. Qoy, elə bu da bir əlaqələrin qurulması olsun. Çünki bu fürsət ələ düşən deyil. Nəsiminin yubileyi ilə bağlı gəliblər bura. Təbii ki, həm İraq türkmanları üçün, həm Azərbaycanlılar üçün ortaq taleli şairdir Nəsimi. Onunla bağlı bura gəliblər və buradan da Qəzənfər müəllim bir gün onları saxlayıb. Elə bu da imkan verdi ki, biz bu verilişdə Qəzənfər Paşayevlə bağlı hazırladığımız verilişin qəhrəmanları, çıxışçıları elə bu dəfə olsun İraq türkmanları, Kərkük türkmanları. Onların dediği xoş sözlər olsun, şirin ləhcəsini tamaşaçılarımız eşitsin. Tarixən bir olmuşuq. Hətta elə vaxtlar olub ki, yayda ölkənin paytaxtı Təbriz, qışda Bağdad olur. Bağdad olur. Düzdür. Bu tarixi Bəli. araşdırmanın dəqiq Ona görə də nəticəsidir. orada bizim soydaşlarımızın olmağı, ortaq şairlərimiz, bizim Füzuli, Nəsimi, bunlar böyük məsələ, Cahanşah, bunlar hamısı ortaq şairlərimizdir bizim. Qəzənfər müəllim, sizi hələ cavan vaxtlarından populyarlaşdıran bir əsər də var. 6 il Dəclə Fərat çayı sahillərində. Ümumiyyətlə, mədəniyyətin ən qədim hissəsi sayılır. Dəclə Fərat arası Mesopotamiya mədəniyyəti ilə. İki çay arası. İki çay arası mədəniyyət. İki çay arası. Demək, bu 6 il Dəclə Fərat sahillərində sizin İraq türkmanları ilə ümumiyyətlə bir qələm əhli kimi oturuşmanızda, yayılmanızda, populyarlaşmağında çox böyük rolu oldu. Təbiidir ki, o da istəkdən, için yaradıcılıq odundan, yanmağından və eyni zamanda əzab keçdikdən, zəhmət keçdikdən, qeydlər götürüb heç bir əsər özü-özünə havadan doğulmur. Hazırlaşırsan, qeydlər götürürsən və ortaya nə yaxşı ki, belə bir gözəl... Mənəmlik olmasın, Avdı müəllim. Bəli. İnanın ki, orada fəsillər var.
Her biri ayrıca bir kitaptı. Füzul'un nebe nəticələri arasında bu Irak'ta yaşayan soydaşlarımız hakkındadır. Ve ben onda daha çok özümü xoşbəxt elədim ki, 1994-cü də Füzul'un 500 illik jubileyinə 128 nəfərdən ibarət nümayəndə heyəti getdi. Bu elə bir ağır vaxt ki, nə dəyirmanda un, nə tabaqda çörək yox idi, nə də xəzinədə pul. Ancaq Heydər Əliyevin böyüklüyü ondadır ki, o bizim yaradıcı adamlara həmişə böyük qiymət verərdi. Füzulun 5 illik jubileyinə 128 nəfərdən ibarət nümayəndə heyəti göndərdi avtobuslarla. Onda təyyarə getmirdi Bağdada birbaşa. Və orada biz Kərkükə getdik. Kərkükə gedəndə nümayəndə heyəti dedi ki, Qəzənfər müəllimin 6 il Cəbrət sahillərində yazdığı nə qədər düzüymüş. Və orada Güzəçoğlu Əbdülvahid Güzəçoğlu, Səməd Vurğunun Gülə-Gülə və Rəsul Rızanın Layla Balabalı şeirlərinə musiqi bəstələyib. Gülə-Gülə, Gülə-Gülə, bülbül qonub qönçə gülə əlavə eləyir. Və Rəsul Rızanın Layla Balabalı ilə, Şirin dili bala ilə sən ömrümün gülüsən, gülüsən, bülbülüsən, gül dodağın güləndə neynəyirsən gülüsən, Layla Balabalı ilə, Şirin dili bala ilə. Onlar Leyla derler. Leyla Balabalı, Şirin dili balayla. Əlavəsi də bu onun Közeçoğlu'ndur. Və Közeçoğlu bax bunlarda və yaşlı bir adam idi 94-cü ildə. O əlində əsa, mən də bir yandan qolundan tutdum, iflic olunmuşdu. Çıxdı səhnəyə və dedi ki, Azərbaycanın musiqi alətləri məndə olsaydı, mən dünyanı çevirərdim musiqi sayəsində. Bunun belə səsi var idi, belə bir London'da yazmışlar səsini, her yerde yazmışlar. Belə bir səsi olan böyük bir şəxsiyyət, zəngin səsi olan. Və orada dedi ki, günaya dəyər, Zülfün günaya dəyər. Ay var, bir günə dəyməz, bugün, bu gecə minaya dəyər. Və bunu orada dedi. Və bizim o nümayəndə heyət gördü ki, onlarda bizə qarşı nə böyük məhəbbət var, həsrət var. Ona görə də əgər Bəndaroğlu'nun bir şeirini oxuyuruqsa, yaşar könlüm, qəm içər yaşar könlüm, Bağdadda biraz çəkər, Bakıda yaşar könlüm. Buna inanırıq. Mehmet bəy, xoş gördük Azərbaycanda sizi. Xoş gəlmisiniz. Allah razı olsun, teşekkür ederim. Var olun. Hakikaten illerce hasretini çektiğimiz, görmek istediğimiz Azerbaycan'a, güzel Azerbaycan'a, can Azerbaycan'a Irak'tan, Kerkük'ten gelirik. Tabii bu birinci ziyaretimiz değil. Bundan önce de çok ziyaretlerimiz oldu. Her geldiğimizde Azerbaycan'ı daha fazla gelişmiş bir ülke olarak gördük. Hakikaten buna da çok sevindik. Çünkü Azerbaycan bizim için ikinci memleketimizdi, ikinci ülkemizdi. Her zaman Azerbaycan'ın daha ileri gitmesini temenni etmekteyiz. Allah'a şükür her gelişimizde bu gelişmelere vakıf olduk, görürük gelişmeleri. Buna da çok sevindik tabii. Mehmet bəy, ilişkilərimiz barədə, dil ilişkimiz, din ilişkimiz və eyni kökə mənsub olmağımız barədə sizdən bilgi dilərəm. Tabii biz her bakımdan bu zikrettiğimiz unsurlar bakımından, ister din bakımından olsun, ister dil bakımından olsun, ister köken bakımından olsun, ister Azerbaycan, ister de Irak Türkmenleri aynı kökenden gelmektedir, aynı dine inmektedir, aynı gelenekler, görenekleri, sizde olan görenekler, gelenekler aynısıyla bizde vardı. Hatta konuştuğumuz şive, bizim Irak içerisinde konuştuğumuz şive, Azerbaycan şivesine nispeten, yani Türk dünyasına nispeten en yakın şive Azerbaycan şivəsinədir, bəli. Evet. Bu, öyle bu kitabda da Qəzənfər Paşanın Azərbaycan-İraq-Türkmən ədəbi əlaqələri, Evet. ayrılığın sonu, Evet. yəni ayrılıq sona yetdi. Bu əlaqələr daha da yaxınlaşdı, daha da doğmalaşdı. Tamam. Əlaqələrinizlə bağlı danışardınız. Hansı işbirliği görmüşsünüz Qəzənfər Paşa ilə? Sizin de buyurduğunuz gibi Qəzənfər Paşayev hakikaten Irak Türkmenlerini en iyi bir şekilde Azerbaycan'da tanıtanlardan birisi oldu. Bilirsiniz bir Irak'a
1960'larda geldi. Vazife icabı geldi. Orada çalışmaya başladı. Tabii bu tesadüf değil. Kendisi de aradı. Irak Türkmenlerini tanıdı. Irak Türkmenlerini sevdi. Irak Türkmenlerinin Azerbaycan halkından bir parça olduğunu hissetti. Dolayısıyla bizim edebiyatımız ile, kültürümüz ile ve folklorumuz ile ilgilenmeye başladı. Tabii bu alanda da muhtelif kitaplar bıraktı. Bu kitaplar arasında folklor kitapları da var. Edebiyat ile ilgili kitaplar da var. Bayatılar, xoyratlar. Bayatlar, horyatlar. Zaten bayatlar da horyatlarımız da aynı kökenden kaynaklanmaktadır. Dolayısıyla bizi anlattığı zaman Azerbaycan'a, Azerbaycan halkına, Azerbaycan halkı da bizi sevdi. Daha fazla bize yakın oldu. Və yaxın olduğunu bir daha dərk elədi, öyrəndi. Evet, bir daha derk eyledi, bir daha öğrendi. Gazanfer Müəllim Azərbaycanda Ədəbiyyat Müzəsində Irak Türkmen Ədəbiyyat Güşəsi, Müzəsini açdı. Muzeyi açıb, bəli. Müzesini açtık 2001. yılda. Biz de hazır olduk. Biz materyal getirdik Irak'tan, Kerkük'ten. Bir dizi kitaplar çap oldu. Benim son çalışmalarım bu doğrultuda. Bir Azerbaycan seyahatlerim. Ben 28 defa gelmişim. 28'in de kitap yapmışım. Yeni çıktı bir hafta önce. Bu da 29. ziyaretimdi. Nesimi Festivali'ne geldik. Konferansına geldik. Ama bunlar son değil. Bundan sonra da bizden Devam sonra eləməlidir. gelenler de. Ayrıca benim 3 ciltlik yeni Azername kitabı. Azername kitabı başlığı 3 ciltli. Kitap neden oluşur? Azerbaycan, Irak, Türkmen edebi medeni alakaların tarihidir. Bu kitapta 3 ciltte bugüne kadar Azerbaycan'da çap olan makaleler, şiirler, kitaplar. Toplanır. Bir de o tarafta Bağdat'ta çap olan şiirler, kitaplar, makaleler hepsi toplanıp 2000 sayfalık 3 ciltlik kitap olacaktı. Şəmsəddin bəy, çox yerinə düşdü söhbət. İstəyərdim biraz Kərkük düşmanlarından danışasan. Nə qədərdilər? Məşğuliyyətləri nədir? Dünyaya baxışları nədən ibarətdir? Ədəbi əlaqələri onlar necə qəbul eləyə bilir? Bizim Irak Türkmenleri desek daha yaxşı olur. O daha genişdir. Hə. Bir de Irak Türkmenleri kimdir? Aslında Irak Azerbaycanlılarıdır. Niye? 54 Hicri 674 miladide Orta Asya Azerbaycan'dan göç etmişler Irak topraklarına. Önce Basra'ya yerleşmişler. Daha sonra Basra'dan sonra tarih süresi içerisinde Musul'a kadar, Tilafer'e kadar gelmişler. 6 Türk devletinin içinde yer almışlar. Celayir Devleti'dir, Karakoyun Devleti'dir, Akkoyun Devleti'dir, Safavi Devleti'dir. En sonuncu Osmanlı Devleti. Yani biz Osmanlı tamam 400 yıl bizi idare etti ama biz Osmanlı kalıntıları değiliz. Biz Osmanlı'dan önce Osmanlı sonuncu devletti, biz içinde yer almışız. Her ne kadar bizi 400 yıl idare etse de ama Irak Türkmenlerin medeniyetleri, dilleri Azerbaycan dilidir, konuşma dili. Ama Osmanlı bizi 400 yıl idare ettiği için yazı dilimiz, edebi dilimiz İstanbul Türkçesidir. Şu anda nüfusumuz Irak'ın 18 rayonunda yaklaşık 5 milyon civarında Türkmen vardır. Yazıda değiller 3 milyon ama o siyasi bir şey için 3 milyon yazırlar. Neden? Çünkü Irak'ın nüfusu daha 17 milyon idi. 3 milyon Türkmen idi değiller. Şimdi Irak'ın nüfusu 45 milyondu. Hediler 3 milyondu. Peki Türkmenler hiç uşak Atmadı. yapmadılar. O yüzden yüzden Türkmenler Tilafer'den, Erbil'den, Kerkük'ten, Tuz Hurmatı'dan, Bağdat'tan ta Kerbela, Necef'e kadar uzanan bölgelerde yaşamaktadırlar. Türkmenlerin 2/3'ü tahsil gören insanlardır. Üniversite kurtaran insanlar, mühendisler, doktordular. Bugüne kadar devlete karşı silah kaldırmadılar. Muhalif olmadılar. həyat şəraitləri, məşğuliyyəti Hayat necədir? şəraiətləri çoxu mamur. Mamur yani devlet dairelerinde çalışanlardır. Öğretmendir, mühendistir. Bir kısmı da asnaftır, ticaretle meşgul olanlardır. Yani bir kısmı da tabii ki siyasi nedenlerden dolayı Türkiye'ye, Avrupa'ya kaçanlar oldu. 80'lerde Irak-İran Savaşı'ndan kaçtılar. 91'de 1. Körfez Savaşı'ndan kaçtılar. Yani Türkmenler
her ne kadar diyersek Irak'ın içinde 5 milyon ise ama 1 milyon da yazıda var, kenarda vardır. O yüzden Irak Türkmenleri de zengin edebiyatları var. Siz her ne kadar derseniz Fuzuli Azerbaycanlıdır, Nesimi Azerbaycanlıdır ama o dönem Büyük Azerbaycan var imiş. Nesimi Irak topraklarında, Bağdad'ın kenarında bir köy var, Nesim köyü. Bu tarihçiler deyir bunu. Aha. Benim sözüm değil. Yazarlar deyir, o köyde doğup deyirler. Ha, burada deyirler babası Şamaxı'dan doğup Şamaxı'dan geçsin. Gazanfer Müəllim Paşayev Irak Türklerini Azerbaycan'a anlatan tek adamdır. Onlar 20'den fazla kitap yazıp bizim medeniyetimiz, edebiyatımız, dilimiz hakkında. Efendim en örnek olarak bu iki kitap elimizdedir, yeni çap olmuştur. Onun için biz de Gazanfer Müəllimə Irak Türkleri olarak çok minnettarız. Efendim çünkü Gazanfer Bey bizi edebiyatımızı, dilimizi, kültürümüzü, medeniyetimizi Azerbaycan halkına anlatmıştır. Aynı zamanda da Azerbaycan kültürünü, medeniyetini bizim Irak Türkleri hazırlamıştır. Güzel kitaplar yazmıştır ve orada kitaplar dağıtılmıştır. Evet. Onun için biz hocamıza minnettarız, saygı, salamımız, uzun, sıhhat dolu ömürler dilerim hocam. Bu kitabım teze çıkıp ve bu kitabında benim Həsrət Vüsal Yollarının Yolçuları adlı benim böyle bir yazım var ki o şairlerin hamısı Azerbaycan'dan yazırlar. Nesrin Elbir yazır, dilim dilim, Kəskovun dilim dilim, Kərküm sen Bakıdan ayrılmış dilimsen, dilimsen, benim şirin dilimsen, Kərküm sen Bakıdan ayrılmış bir dilimsen. Çok garibedir. Yani bunlar hamısı ve Azerbaycan'ı görmeden Fuat Köprülü, sonra Demirci, 3 nefer Azerbaycan dastanı yazdı. Ve bu Köprülü'nün bu dastanında hamısı bayatılardandı. Elə güzel şehirler var ki, elə biri de mənə həsr olunub. Bakıda var bir nefer, her yazısı bir zefer, folklor dünyamızın anahtarı Gazanfer. İnanmayın, aldanmayın ey Türk yiğitler. İnanmayın, aldanmayın ey Türk yiğitler. 40 yıllık geçmişleri var olan Türkler. 40 yıllık geçmişleri var olan Türkler. Özbek, Türkmen, Uygur, Tatar, Azeri bir boydu. Kara, Kalpak, Kırgız, Kazak bunlar bir soydu.